Hal-hazırda qeydləri öyrənməyə çalışıram və istəyirəm ki, bu başa düşdüklərimin hamısını sizə özüm danışım. Birinci olaraq not and nə deməkdir? Not. Birinci notdan başlayaq. Not qeydi nə deməkdir? Not qeydini əgər belə bir qeyd çəkirik və not qeydi o deməkdir ki, yəni istəmir. Məsələn, əgər biz bura 0 versək, o zaman bu işləyəcək. Əgər bura biz 1 versək, bura 0 olacaq. Başa düşdünüz? 1 ilə 0 da o deməkdir ki, təsəvvür edin ki, işıqdır da. Yəni işığı yandıranda 1 olur, işığı söndürəndə 0 olur. Və bu da bu tərəfdə sönülü olduğu halda input, bu tərəf, sol tərəf input, sağ tərəf output deməkdir. Əgər sol tərəf inputumuz 0 olsa, outputumuz 1 olacaq. Və yaxud da tam tərsi. Çünki bu not qeydi odur ki, hər şeyin tərsini istəyir də, yəni qəbul eləmir. Əgər biz bu inputa 1 qoysaq, output 0 olacaq. Not qeydi bu deməkdir. İndi keçək ikinci qeydimizə. İkinci qeydimizin adı and qeydidir, okay? And qeydi o deməkdir ki, şəklini ümid edirəm ki, düz çəkə bilərəm. Təxmini belə bir şeydir. And qeydi o deməkdir ki, və deməkdir, düzdür? Və. Təsəvvür edin ki, yenə bu tərəf inputdur, bu tərəf də outputdur. İndi biz nəyə baxacağıq? Və. Riyaziyyatdan keçmişik də, ehtimalda keçmişik ki, və nə deməkdir, və ya nə deməkdir. Amma bilmirsinizsə də önəmli deyil. Bu o deməkdir ki, məsələn, bura deyək ki, 1 qoyduq, bura 0 dedik. O zaman outputumuz 0 olacaq. Və yaxud da tam tərsi. Bura 0 dedik, bura 1 dedik. Outputumuz yenə 0 olacaqdır. And o deməkdir ki, hər ikisi də olsun. Yəni, məsələn, buna bir A deyək, buna da bir B deyək. A və B olsun. A və B olanda outputda 1 olacaqdır. And bu deməkdir. Yəni, hər ikisi bir yerdə olmalıdır. Əgər biri 0 olsa, o zaman output 0 olacaqdır. Bu həm A-nı istəyir, həm də B-ni istəyir. Və yaxud da belə yadda saxlayın. And o deməkdir ki, A and B. Yəni A və B-ni istəyir bir yerdə. Üçüncü olaraq gəldik OR qeydimizə. OR qeydi nə deməkdir? Yenə bu şəkil üzərindən gedək. OR o deməkdir ki, və ya. Başa düşdünüz? Və ya deməkdir. Ya o olsun, ya A olsun, ya B olsun. Məsələn, bura 1 desək, bura 0 desək. OR o deməkdir ki, ya A olsun. Məsələn, sadəcə A-nı yandırsaq, bu arada dediyim kimi 1 yandırmaq deməkdir, open deməkdir. 0 close deməkdir. Yəni, əgər 1 görürsə, bilirik ki, yəni bu yanlıdır. Yəni, istifadə olunur, işləyir kimi deyək. OR o deməkdir ki, ya olsun, ya bu olsun da. Yəni, mənə fərq eləmir deməkdir. Əgər A-nı yandırsaq, B-ni söndürsək, output olaraq yanacaq işığımız. Əgər A-nı söndürsək, B-ni yandırsaq, yenə yanacaq. Bu deyir ki, ya A olsun, ya B olsun, ya da ki, ikisi də bir yerdə olsun. Və yaxud da hər ikisi də yansa, işığımız bizim yenə yanacaqdır. Bu OR deməkdir. Bir də var XOR. XOR o deməkdir ki, exclusive OR. Exclusively OR. Exclusive OR nə deməkdir? Yəni, mütləq OR olsun. Exclusive olaraq deyirik. Yəni, xüsusi olaraq. Və bu da eyni mənaya gəlir. Exclusive OR o deməkdir ki, ekskluziv olaraq OR olsun. Yəni, mütləq OR olsun. Ya A olsun, ya A olsun, ya B olsun. İkisi bir yerdə olmasın. OR qeydində, yəni bayaq izah elədiyimdə, oydu ki, ya A olsun, ya B olsun, ya da ikisi bir yerdə olsun, mənə fərq eləmir də. Yəni, bu o deməkdir. Exclusive OR o deməkdir ki, ekskluziv olaraq birini istəyirəm. Ya A olsun ekskluziv olaraq, ya da B olsun ekskluziv olaraq. XOR o deməkdir. Yəni, məsələn, 1-0 olsa, outputumuz 1 olacaq. Çünki sadəcə birini istəyir. XOR o deməkdir. Və yaxud da tam tərsi. Bura 0 deyək, bura 1 deyək. Yenə outputumuz 1 olacaq. Amma əgər ikisinə də 1 desək, o zaman output 0 olacaq. Amma OR qeydində bu şəkildə deyildi, xatırlayırsınızsa. OR qeydində biz ikisinə də A-dan və B-dən ikisinə də istifadə eləsək 1 olardı.
Çünki o da buna fərq eləmir. Amma XOR-da, yəni exclusive OR-da fərq edir. Deyir ki, ya sadəcə A olsun, ya sadəcə B olsun. İkisini bir yerdə istəmir. Amma sadəcə OR qeyti isə tam tərsi, ona fərqi yoxdur. Hər şəkildə outputumuz 1 olacaqdır. Yəni lampamız yanacaq. Və exclusive OR-u izah elədik və NOR qeyti var. NOR. NOR nə deməkdir? Məsələn, ingilis dilində bilirik ki, neither nor. Yəni not or deyək də, belə yadda saxlayaq. Not or, yəni nə deməkdir? NOR qeyti heç birini istəmir. Heç birini. Nə A olsun, nə B olsun. Heç birini istəmir. Bu o deməkdir ki, məsələn, A-ya 1 deyək, B-yə 0 deyək, 0 olacaq. A-ya 0 deyək, B-yə 1 deyək, yenə 0 olacaq. A-ya 1 deyək, B-yə 1 deyək, yenə 0 olacaq. A-ya 0 deyək, B-yə 0 deyək, output 1 olacaq. Çünki bu heç birini istəmir. Nə A-nı istəyir, nə də B-ni istəyir. Ona görə bizim NOR qeytimiz bu şəkildə nə A-nı istəyəcək, nə B-ni istəyəcək. Əgər bunlardan biri 1 olsa, 0 olacaq. İkisi 1 olsa, yenə 0 olacaq. Biri 0, o birisi 1 olsa, yenə vəziyyət dəyişməyəcək. Ona görə də NOR, yəni heç birini istəmirəm. Və son olaraq gəlirik NAND qeytinə. Ən sevdiyim mənim budur. Nə deməkdir? Çünki adları o qədər məntiqli bağlanıb ki, bir-birlərinə. Gələk indi NAND qeyti. NAND qeyti nədir? Not AND deməkdir. Və birləşdiriblər, onu qısaldıb NAND ediblər. Not AND. AND qeyti ümumiyyətlə nə demək idi? Yadınızdadır nə deməkdir? AND qeytini bir dənə yada salaq. Sadəcə istəyirəm məntiqlə bunu öyrənək. AND o idi ki, AND. Buna A deyək, buna B deyək. AND odur ki, məsələn, A-ya belə çəkim. Məsələn, AND-də odur ki, A-da məsələn 1 olsa, B-də 0 olsa, outputumuz 0 olacaq. Və yaxud da tam tərsi. Bu şəkildə olsa da 0 olacaq. Çünki AND qeytinin özündən danışıram. NAND-dən hələ danışmıram. AND həm A-nı istəyir, həm də B-ni. Dedim, A and B. Düzdür? Bunu istəyir. Amma not AND. İndi özümüz düşünək də not AND. Məsələn, baxın bu AND-dir. Bu verdiyim AND example-dır. Bu da not AND olacaqdır. Baxın, indi belə deyək. AND-də bura 1-i və 1 verəndə outputumuz 1 olacaqdır. Çünki bizdən bunu istəyir. Əgər burası 0 olsa, onda output 0 olacaq. Bu AND qeyti hər ikisini istəyir. Not AND o deməkdir ki, əgər biz 1-1 versək, output 0 olacaq. Çünki bu bizdən ikisini bir yerdə istəmir. Deyək ki, not AND, yəni A, not A and B. Bu o deməkdir. Çünki A and B, A and B bizə outputu pozitiv verir. Amma not A and B, bu da onun tam tərsidir. Başa düşdünüz? Yəni, həm A-nı istəmirəm, həm də B-ni istəmirəm. Bu şəkildə olacaqdır. Baxın, şəkildə də burada gördüyümüz kimi. 1 sorry, mən çaşdım. Deməli, burada NAND o deməkdir ki, okeydir, hələ 1 ilə düzdür, 0-0 olsa 1 olacaq. Amma hər ikisini qoysaq, bu zaman 0 olacaq. Yəni, bu hər şeyi qəbul edir. Bir dənə A ilə B-nin bir yerdə olmağını qəbul edə bilmir. Bu şəkildə, yəni qeydlərimiz belədir. Ümid edirəm ki, açıqlayıcı olmuşdur. Bu şəkildə sağ olun.